Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. Venfa'na bima allamtana ve zidna ilmen. وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli böyüklər, dəyərli cəmaat. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhli beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allaha, Allah Teala bizləri bu cür gözəl, xeyirli məclisdə cəm edib topladı. Həqiqətən də Allah yanında ən dəyərli, ən qiymətli məclislər Allah xatırlanıb, onun dini öyrənilən, uca Allahın ayələri, Rasul sallallahu aleyhi və səlləmin hədisləri oxunub, Allah yad olunan məclislərdir. Ən hörmətli, ən dəyərli, ən qiymətli məclislər. Bu məclislər bu dünyadakı cənnət bağçaları sayılır. Bu məclislərin mükafatı cənnətdir, cənnət. Bu məclislərdə oturub iştirak edənləri Allah Teala bağışlayıb əff edir. Mələkləri buna şahid gətirir ki, şahid olun, mən onları bağışladım. Bu məclislər Allahın rəhmətinin ən çox endiyi, sükunətin, sakitçiliyin, əmnamanlığın ən çox olduğu məclislərdir. Mələklər gəlirlər, qanadları ilə düz səmaya qədər əhatəyə alırlar. Kim elm öyrənmək üçün gəlirsə, Allah Teala ona cənnətə gedən yolları asanlaşdırır. Uca Allahın mələkləri elm məclislərinə, xeyir məclislərinə gələn şəxslərin ayağının altına öz qanadların razılıq əlaməti olaraq sərirlər. Hamısı bunlar, hörmətli qardaşlar, hədis-i şəriflərdir. Elm məclislərində oturub iştirak edən şəxslərin adların Allah Teala səma əhlinin yanında çəkir. Onlar ilə övünüb iftixar edir. Ona görə hər bir müsəlman hər günündə, hər həftəsində, hər ayında, hər ilində bacarmalıdır ki, bu dünyadakı cənnət bağçalarında olsun. Elm məclislərində iştirak etsin. İnsanın imanı, insanın İslamı 3 məclisdə, 3 yerdə artıb, güclənib, möhkəmlənir. 1. Məscidlərdə cəmaat namazında iştirak edəndə. İnsanın İslamda möhkəm olur, imanı artır. 2. Əməl-i salih, doğru əqidəli mənhəcli qardaşlarla oturub duranda. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, dində, ibadətdə özünüzdən yüksək, özünüzdən yaxşı olanlar ilə oturub durun. Kişi dostunun dinindədir, ətir satanla, yaxşı dostla oturub dursan, sən də üzündən, gözündən ətir yağacaq, ətir iyi verəsən, yaxşı insanlardan olasın. Əksi isə Allah qorusun, sən də zəifləyəsən. Üçüncü isə elm məclislərində oturub iştirak eləmək. Bu üçü insanın həyatında eyni anda olanda Allah Teala onu sabit edir. İmanı artır, müsəlmançılığı güclü olur. İkisi var, biri amma yoxdur. Məsələn, məscidə gəlir gedir. Qardaşlarla oturub durur. Amma deyəndə ki, bugün elm məclisi var, işim var ey qardaş, mən üzürü say. Gəlmir. Bu Allah qorusun zəifçiliyidir. Yaxud elm məclislərinə gəlir gedir. Qardaşlarla oturub durur. Bəlkə də ən çox fayda verənlərdən biri odur. Elə ki, məsciddə namaz verilir, asr namazını çağıranda yuxa çıxır, gedir. İman artmayacaq. İslamçılıqda möhkəm olmayacaq. Həmçinin məscidə də gəlir gedir, dərslərdə də iştirak eləyir. Lakin oturub durduğu insanlar salamat, düzgün insanlar deyil. Sabitçilik olmayacaq. Yaxın tarixlərdə gördük, hətta elmli insanlar pis insanlar ilə oturub durduqlarına görə azıb getdilər. Məscidə gəlirdilərmi? Gəlirdilər.
Elm məclislərində olurdular mı? Olurdular. Dərs verirdilər. Lakin oturub durduqları insanlar xarab, yaramaz insanlar deyə acıb çıxıb getdilər. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, o qədər hədis alimləri oldu ki, bidət əhillərinin, sıravilərinin yanına getdilər ki, onları dəvət eləməyə. O bidət əhlilərinin, sıraviləri islah olmaq yerinə hədis alimlərinə şübhə atdılar və onlar şübhə ilə geri qayıtdılar. Subhanallah. Təsir eləyir. Sən 3 dənə sağlam adamı, 1 dənə xəstə adamın yanına qoyub, o xəstə sağalacaq, sağalmayacaq. Amma bu 3 sağlamın bacarsa birin, bacarsa ikisini, bacarsa üçün də xəstələndirəcək. Yaxşı dost mühümdür. Qiyamət günü insanın gözəl dostlarının olması, əməl-i salih qardaşlarının olması onun Allah Teala tərəfindən bağışlanmağına səbəb olacaq. Allah Teala ona şəfaət eləyəcək. O yaxşı dostlar, xeyirxah insanlar səbəbilə həmçinin qiyamət günü onlar cənnətdə taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaq. Baxın, Allah Teala cənnət əhli cənnətə girdikdən sonra onlara sual verəcək. Razısınız? Onlar deyəcək ki, razıyıq. Ya Rabbi, nə vəd eləmişdinsə bizə verildi. Biz səndən necə razı qalmayaq? Allah Teala deyəcək, nəsə istəyirsinizmi sizə əlavə verilsin? Cəmaat deyəcək ki, ya Rabbi, sən bizə hər şey verdin. Ən yaxşısın, ən gözəlin. Səndən istəyimiz, dünyada ikən bir yerdə namaz qıldığımız, oruç tutduğumuz, elm öyrəndiyimiz qardaşlarımız burada yoxdur. Onları səndən istəyirik. Allah Teala deyəcək ki, gedin, bunların o qardaşlarını tapın, haradadırsa gətirin, verin bunlara. Bunların istəyi qəbul olsun. Görürsünüz, qardaşlıq, yaxşı dostlar, İraq, cəhənnəmdə olsun, belə sənin çıxmağa səbəb olacaq. Hasan-ül Basri rahimehullah deyir, yaxşı dostlarınızın sayını artırın, çünki qiyamət günü onlar sizə şəfaətçi olacaq. Elə bu hədisə əsasən deyir. Allah Teala buyurur, Əl-əxilləu yevmə izin ba'duhum li ba'din adu illəl muttəqun. O gün Allahdan qorxanlardan başqa bəzi qardaşların düşmanı olacaq. Yalnız təqva əhlindən başqa. Onlar bir-birlərinin dostu olacaq. Qiyamət günü də insanın ən çox peşmançılıq çəkdiyi şeylərdən biri də kaş filan kəsdən oturub durmayaydım. Kaş filan kəsdən qulaq asmayaydım. O məni haqq gəldikdən sonra azdırdı və zarata saldı. Ona görə bu üçü mühümdür. Cəmaat namazı, doğru düzgün qardaşlarla əqidə minhəcli sahibi oturmaq, bir də elm məclisinə iştirak eləmək. Ki alimlər deyir ki, ikisinə getməyin yolu birindən keçir. Sən əgər məscidlərə və elm məclislərinə getmək istəyirsən, gələ yaxşı dostun olsun. Sən onlara aparan dostun olsun. Çünki özümüzə qalsa məscidə gedənmərik. Gərək bizim əlimizdən kimsə tutub aparsın. Özümüzə qalsa elm məclislərində iştirak eləmərik. Gərək bizi kimsə çağırsın. Qardaşlarım, həqiqətən də uca Allahın bu dünyada cənnəti var. Kim o bu dünyadakı cənnətə daxil ola bilməsə, ahirətdəki cənnətə də daxil ola bilməyəcək. Bu məşhur kəlam böyük İslam alimi Şeyxülislam İbn Teymiyyənin, Allah ona rəhmət etsin, kəlamıdır, sözüdür. Şeyxülislam İbn Teymiyyə rahimehullah hər birimiz tanıyırıq. Böyük İslam alimlərindən olur. Həyatı əvvəlindən sonuna qədər Allahın dininə xidmət etməklə keçir. Şeyx həm sözlə cihad edirdi, insanları Allahın dininə dəvət edirdi, həm qələmlə cihad edirdi, insanları Allahın dininə dəvət edirdi, həm də yeri gələndə əmir sahibinin göstərişi ilə at belində, əlində qılınc cihad edib insanları Allahın dininə dəvət edirdi. Cihadın məqsədi budur. İnsanları zülmətlərdən, özü kimi insanlara ibadət etməkdən çıxardıb, Allahın dininə haqq yola gətirmək. Şeyx bunların hamısını eləyirdi. Əli ilə də, dili ilə də, qələmi ilə də güclü kitablar yazırdı. Heç evlənməyib. O qədər həyatı elmdə, əməldə, dəvətdə keçib ki, heç evlənməyə macal tapmayıb. Həyatında zindan dövrləri də olub.
zindana da atılıb. Ağır həyatlar keçib. Sınaqları böyük olub. Lakin qardaşlarım çox rahat, çox arxayan bir həyat yaşayıb. Və deyərmiş ki, düşmanlarım mənə nə eləyə bilər ki? Mənim cənnətim mənim sinəmdədir. Məni burada həbs edib saxlayacaqlar, oturub Allaha xəlvətdə ibadət edəcəm. Məni çıxardacaqlar, gedirib insanlara haqqı, dini başa salıb onları dəvət edəcəm. Məni öldürsələr, Allah yoluna şəhidəm. Hamısı onun qəlbin geniş tutardı və sanki o cənnətdə idi. Uca Allahın bu dünyada cənnəti var. Kim o cənnətə daxil ola bilməsə, ahirətdəki cənnətə daxil ola bilməyəcək. Soruşurlar, nədir o dünyadakı cənnət? Şeyxülislam, Allah ona rəhmət etsin deyir, Allahı xatırlayıb onu yad etmək, Allaha ibadət və itaət içərisində həyat ömür sürmək. Bunları edən insan həqiqətən də ahirətdən qabaqçı bu dünyadakı cənnətdədir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Qur'anı, zikri, Allaha ibadəti qəlbin baharı adlandırır. Elmin, məclislərin bu dünyadakı cənnət bağçaları adlandırır. İbadətləri insanın Allaha yüksəlib ucalması adlandırır. Hər əməlin səni verdiyin bir manat sədəqə, etdiyin bir dənə zikir, qıldığın bir dənə şirkət namaz səni Allaha addım-addım yaxınlaşdırır. Hər əməl səni ucaldıb Allaha yaxınlaşdırır. Bunu bildikdən sonra insan heç salih əməllərdən yorulub dayana bilərmi? Fasilə verim. Bir halda ki, hər əməlin səni Allaha yaxınlar. Oturub yerində Subhanallah deyirsən, bir dərəcə yüksəldin. Oturub yerində Elhamdülillah deyirsən, bir dərəcə yüksəldin. Quran oxudun, yüksələ-yüksələ gedirsən. Hamımız, hər şey səni, sədəqələr, atiyaniyə, yaxşılıq, qohum qonşu ilə mehriban olmaq, insanlara əziyyət verən bir şey götürüb yoldan qırağa, hamısı səni Allaha yaxınlaşdırır. Dua, hamısı səni Allah yanında ucaldır və bütün bunları eləyən insan həqiqətən də bu dünyada cənnətdədir. Baxın, Peyğəmbərlərin ən sonuncusu Muhammed sallallahu aleyhi və səlləm, bəlkə də dünya cəhətdən kasıb idilər. Özləri istəmədilər. Özləri o dünyanı istəmədilər. Çünki bilirdilər ki, qarın dolu ola-ola, cib dolu ola-ola, atda xarici minilər ola-ola, imanın ləzzətini dada bilməyəcəklər. İbadət və itayətdə güclü ola bilməyəcəklər. Çünki dünya hər gəldikcə, qardaşlar, bizim imanımızı zəiflədir. Bizi ibadət həmbəlləşdirir, bizim başımızı qatır. Vallahi, Allah Resulü sallallahu aleyhi və səlləm deyir, mən sizin kasıb olmağınızdan narahat deyiləm. Narahatam ondan ki, sizdən əvvəlki ibadət edən ümmətlərə dünya gəldi, sərildi onların qabaqlarına. Başladılar bir-birlərindən mübahisə eləməyə, didişməyə. O həddə çatdı ki, bir-birlərini hətta öldürdülər, həlak edədilər. Hamısı ibadət əhli idi, ha. Dünya gələndən sonra belə oldu. Ona görə Peyğəmbər s.ə.v deyərmiş ki, Allahım, məni haqq yoldan azdıran zənginlikdən sənə sığınım. O zənginlik gəlib məni azdıracaqsa, məni tənbəllik gətirəcəksə, o mini ki alıb mən məscidə indi gündə 4 dəfə gedirəm, 2 dəfə gedəcəmsə lazımdır. O pul ki, indi güclə bana 50 köpü bir masadağa verirəm. O pul ki gələndən sonra mən ildə bir dəfə zəkat çıxaracağım da lazımdır. Elə gündə 50 köpü verirəm də, bir manat verirəm də. Hamısı qardaşlar. Amma kasıbçılıq, sınaqlar, imtihanlar, aydındır. Malın mülkün az olmağı həmişə insanı diri saxlayır. İman şirin olur. İbadətlərdə möhkəm olur. Baxın, hansı qəlb daha çox dua edir? Rahat, hər şey qaydasında olan qəlb, yoxsa məsələn, işləri qaydasında getmir, dalbadal imtihanlar gəlir, sınaqları, bəlası bol olan insan. Görsən, sınaqda olan insana baxın, sıraz özünü atır meçidə. Namazların qılır, bir dörd orucunu saxlayır, dil dayanmır zikirlə ki, yəni bu məndən sovuşsun, geçsin. Hamısı Allah yanında ucalıqdır. Allah Teala onun səsini eşidir və onu da alır. Ona görə imtihanlar, sınaqlar heç də pis baxmıyor bunlara. Müminin başına bu gəlirsə, xeyir əlamətidir. Onu ibadətə, itaətə yönləndirirsə, elmə, Qurana, sünnəyə,
Xeyr əlamətidir. Özün üçün onu heç də şər bilmə. Bax, səndən əvvəlkilərə imanda, İslamda, elmdə, itaətdə güclü insanlar necə böyük imtihanlar yaşayıblar. Peyğəmbərlər olub ki, mişarla 2 yerə bölünüblər. Özə, yəni, belə yox ha, belə rahatdır. Yuxarıdan başdan qoyub ən aşağı. Amma onlar zərrə imanlarında sarsılmıyorlar. Həqiqətən də insanın bu dünyadakı cənnəti, bu dünyadakı xoşbəxtçiliyi Allaha ibadət və itaət içərisində olmaqdır. Elm əhli və alimlər deyirlər ki, övlad valideyninə yaxşı ev tikə bilər, yaxşı minik ala bilər, yeməyin, içməyin, ərzağın aparıb başının altına qoya bilər. Hamısı yaxşılıqdır. Amma övladın valideynə edə biləcəyi ən böyük yaxşılıq onun namaza gəlməyinə, ibadətə gəlməyinə səbəbkar olmaqdır. Nə qədər sən qur, tik, al, ver, valideyn məsələn namaz qılmırsa, rahat olduq qardaşlar. Hay, aparırıq. Mini, öyeşi, hər şey. Amma qəlbimiz narahatdır. Niyə görə? Axı, aldın da üzərə düşəni elədin. Ərzağı, hər şey almısan. Ətindən, kartuşkası, soğanı. Niyə rahat? Çünki namaz qılıb ibadət eləmir. Amma əksi olanda, namaz qılıb ibadət edəndə, hətta xəstələndə belə deyirsən ki, Allaha şükür, namazdadır, ibadətdədir, Allah Teala təmizləyir. Sən də əlindən gələni edib, o köməklik edirsən. Bax, budur, ən böyük yaxşılıq. Eləcə də biz doğma qardaşlarımıza, bacılarımıza, ailərimizə olan ibadətə gəlməyinə səbəb olmaqdır. Həmçinin öz kəndin, öz qəsəbin, haqqı bilirsən, eşitmisən, öyrənmisən, yavaş-yavaş, bacardığa nəsə öyrən. Heç kim demir, birdən o namaza dəvət edir. Yavaş-yavaş, bugün başa sal ki, məsələn, yerə yediyin konfeti atma. Aydındır. Su içdin butulkasını yerə atma. Apar qoy zibil qabına. Bu bəlkə də qardaşlarım bizə az görsənər. Amma Allah yanında böyük ibadətdir. Sonra da onun qəlbin qazanırsan. O artıq sənin yanında özün kulturuna aparacaq. Səliqəli səhmanlı. Tumu çıxdıb yerə atmayacaq, söyməyəcək. Su içib yerə səndən çəkinəcək. Sabah bir gün belə artıq o sən asla dəvət eləyəsən ki, məsələn, əmirlərlə qarşılaşanda böyüdülər səndən, salam aleykum de, əsnəyəndə əli o ağzına tut, yemək yeyəndə sağ əllə ye, bismillah de, sabah sən o nə desin artıq o işləyəcək. Amma birbaşa gedib namaz qıl, aydındır, Ramazan deyilsə, borca başla, Allah qorusun, müvəffəq olmaya bilərsən o hidayətinə. Dəvətdə tədrizilik, ardıcıllıq şərtdir, qardaşlar, mülayimlik şərtdir, ən gözəl tərzdə danışmaq. Demiri Allah gözəl tərzdə danışır, deyir, ən gözəl tərzdə danışır. Ən yaxşı söz, ən yaxşı hərəkət o qarşındakı insanı dəvət eləmək olmalı. Ona görə bu dünyadakı əsl cənnət budur, qardaşlar. Şeyxülislam İbn Teymiyyə rahimehullah bütün bu əməllərinə görə özün cənnətdə sayır. Sələflər deyərlərmiş ki, bu dünyaya gəlib, bu dünyadakı ən dadlı, ən şirin neməti dadmadan ölən şəxs bədbaxtdır. Sual veriblər ki, nədir o bu dünyadakı ən dadlı, ən şirin şey? Bizdə var ya, məsələn, filan yerə gedməmisənsə, onda sən yaşamırsan, filan yeməyi yemirsən, yox. Ha, sən yaşamırsanmış ya. Filan şey görmürsən, yox. Ha, hələ sən o eləməmsən. Deyərlərmiş ki, Allaha zikr eləmək. Allahı zikr eləməyən insan həqiqi yaşamır ki. Quran oxumayan, ibadət eləməyən insan həqiqətən yaşamır. Belə yaşayır, amma həqiqi yaşayışdır. Peyğəmbər s.ə.v buyur ki, diri ilə ölünün məsəli Allahı zikr edənlə Allahı zikr eləməyənin fərqi kimidir. Elə bil ki, onların yəni zikr edənlə zikr eləməyənin fərqi nədir? Diri ilə ölünün fərqi kimi. Ona görə ömrümüz nə qədər var? Nə qədər nəfəsimiz gedir, gəlir? Nə qədər gözümüz görür, qulağımız eşidir? Nə qədər əlimiz tutur, ayağımız gedir, gəlir? Həsr eləyək bunu Allaha. Özə hamımız cavanıq. İmam Tabəri rahiməhullah yaşlı vaxtında görürlər ki, gözü yaxşı görür, qulağı yaxşı eşidir, əli, ayağı, hər şey yaxşı. 100-dən çox artıq yaşlı. Şeyx, nətər elədim 100 yaşında, gözün yaxşı görür, qulağın yaxşı eşidir, əlin, ayağın qaydasında? Yəni, hansı dərmanlara, nə işdir? Şeyx deyir ki, mən bütün bunları cavanlıqda verdim Allaha. Allah Teala da qoca vaxtımda bunları təp-təzə qaytardı mənə.
ayağımı verdim Allaha, əllərimi, qollarımı verdim Allaha, gözümü verdim, qulağımı, hamısını verdim Allaha. Yəni Allaha ibadət elədim bunlarla. Allah Teala qocalığımda mənə taqətdən salmadı, bunları mənə təzə qaytardı. Ona görə əziz qardaşlar, cavanlıq böyük bir nemətdir. Hamımız Allaha şükür cavanıq. O qoca sözlər, aynəmi qocalmışsan belə, o sözlər ümidsiz insanlara sözdür. O tüfeyli gəzənlərin, vel gəzən şairlərin sözdür. Yox, qocalmışam. Allaha şükür cavanıq, yaxşı yox. Aydınlı sağlamlıq, hər şey, yerindədir hər şey. Heç vallah qocaya gedib deyirsən qocalmış, deyir, hara qocalmışam mən. Görmürsən, əlim ayağım tutur. Keçmişdəki insanlar o fikirdədir. Biz o qədər ümidsizliyi, o qədər dünyanın fikir-zikir eləyirik ki, elə bil ki, 100 ilindən belə yaşayacaq. Elə ruzunu dağdan qaçırıq ki, elə bil ki, 3 dənə mədəmiz var. Elə bil ki, indən belə 20 il yaşayacaq. Peyğəmbər s.ə.v gəlib görür ki, evi birinci mərtəbəni qaldırır, ikinci mərtəbəyə. Deyir, nə qarsınız? Deyir, bir mərtəbə də artırırıq. Deyir, mən axirətin bundan daha tez gələcəyini düşünürəm. Yəni, bu il ikinci mərtəbəsini qaldırmaq əvəzində oturun Allaha ibadət edir. Çünki dünya belədir. Bir stəkan içəsən, duzlu su kimidir axı? Susuzluğun getmədiyi kimi daha da usuyasın. 2 stəkan içəsən, doymayassan, susuzluğun getmədiyi kimi duzlu sudur, daha çox səni susalacaq. Adəm övladına bir vadi dolu qızıl versin, digər ikincisi də olsun. İkisini versin. Diğer üçüncü doymayan insan doymayacaqdır. Mümkündür. Çünki qəlb kasıbdır. Amma qəlb zəngin olanda bir boşqab yeməklə, nə bilim bu boyda çörəklə, bir nəlbəki şorla doyacaq. Çünki qəlbi artıq onun zəngindir. Allaha şükür qış fəslindəyik. Allahın rəhmətinin, bərəkətinin ən çox endiyi, səmanın qapılarını ən çox açıldığı, təbiət dayanır, dincəlir, istirahət edir. Müminin baharı, qış fəsli. Ona görə yaxşı-yaxşı dəyərləndirmək, qardaşlarım. Gündüzləri oruç tutmaq, gecələri namaz qılmaq. Sələflər qışa deyərmiş ki, müminin baharı, müminin yazı. Sevinərlərmiş qış gələndə, çünki gündüz oruç tutmağa həm saat cəhətdən qısadır, həm də havada sərindir, soğuqdur. Gecə də uzundur. Nə qədər yatırsansa yat, axırı 4-də 5-də ayılırsan. Qalxıb namaz qıl, dua elə, zikr elə, Quran oxu. Müminin baharı. Ona görə qış fəslində yaxşı dəyərləndirmək. Oruc haqqında nə buyurur Peyğəmbər s.ə.v? Deyir, qış fəslində oruç tutmaq zəhmət çəkmədən qazanılan qənimət kimidir. Elə bir durduğun yerdə sənə böyük bir qənimət gətirib verdilər. Bu da bax belədir. Allah subhanət hala ölkəmizə əmin-amanlıq diyar eləsin. Xalqımıza, cəmaatımıza hidayət versin. Allah subhanət hala bizi öyrəndiyimiz elmlə əməl eləməyə müvəffəq eləsin. Allah Teala bizim imanımızı artırsın. Müsəlmançısı da bizi güclü eləsin. Allah Teala bu kəndə, bu qəsəbiyə, bu şəhərə, bu ölkəyə həmişə əmin-amanlıqlar bəxş eləsin. Daima bax bu gün mehriban oturub əyləşdiyimiz kimi cənnətdə də bax belə qarşı-qarşıya taxtlar üzərində oturub mehriban olaq və bir-birimizi xatırlayaq ki, yadındaydı mı, dünyada filan məclisdə oturmuşduq. Filan məclisdə namaz qılırdıq. Bax, belə söhbətlər verir. Allah Teala hamımıza razı olsun. Uca Allah bizləri eşitib, başa düşür, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin.